Salam. Bugünkü mövzumuz VLOOKUP düsturudur. VLOOKUP düsturu adından da məlum olduğu kimi axtarış və istinad funksiyalarına aid olan bir düsturdur. VLOOKUP düsturu adından məlum olduğu kimi vertical lookup deməkdir, yəni şaquli axtarış forması deməkdir. VLOOKUP funksiyası cədvəldən axtardığımız sözün istədiyimiz sütundakı qarşılığını bizə göstərir. Qarşımızda gördüyümüz kimi ID-lər verilib, işçilərin ad və soyadları verilib və aldıqları maaşlar verilib. Hər birimiz bilirik ki, hər bir işçinin özünə məxsus müxtəlif ID-si ola bilər. Biz burada dinamik hesabat tapmaq üçün, yəni ID-lərlə işçilərin maaşını və ad soyadını tapmaq üçün istifadə edə bilərik. Ümumi olaraq düsturun işləmə formatı necədir? VLOOKUP düsturunu yazdıqdan sonra biz birinci axtarılan qiymətə baxırıq. Axtarılan qiymət bizdə nəyi göstərirsə, o hissəni araşdırırıq. Bizə nə lazımdır? ID lazımdır. Axtarılan qiymət odur ki, biz ID-ləri yazacağıq, daha sonra bizə ad, soyad, fərq yoxdur, maaş və digər məlumatlar ötürüləcək. Ona görə də ID-ni yazdığımız xananı seçirik. Daha sonra table array. Table array nədir? Biz hansı cədvəldən bu məlumatı seçib götürəcəksə, o cədvələ əsasən yazırıq. Yəni, seçib götürəcəyimiz cədvəli seçdiririk. Gəlin bunları yenidən yazaq, daha aydın olsun deyə. VLOOKUP-da birinci axtarılan qiymət kimi ID-ni seçirik. Daha sonra table array seçirik, yəni hansı cədvəldən biz götürəcəyik bunları. Daha sonra call index number götürürük. Yəni bu o deməkdir ki, biz soyad, ad, ata adını yazmışıq, məsələn deyək. Bu hansıdan hansı sütundadır? A birinci sütundur, B ikinci sütundur, C isə üçüncü sütundur. Yəni bizə bu hansı sütundadırsa məlumat, onu götürürük. B ikinci sütun olduğu üçün bura sadəcə 2 yazacağıq. Daha sonra isə true və false yazılır. Yəni biz burada çox yüksək hallarda false götürürük. False da qiyməti 0 olduğu üçün elə 0 da yaza bilərik. Nigar Əkbərova yazırıq. 1400 ID-nin qarşısına baxırıq. Baxırıq ki, burada elə Nigar Əkbərova yazılıb. Yəni bizə ID qiyməti düzgün verdi. Maaş qisminə gəlir. Maaş qismində də eyni şəkildə düstur yazılır. Lakin burada 3-cü sütunda olduğu üçün maaş 2-nin yerini dəyişib 3-ə verəcəyik və nəticə doğrudur. Nigar Əkbərovanın maaşı 1942 manatdır. Daha sonra buradan ümumi olaraq biz deyək ki, bir dinamik hesabatımız var və buradan rəqəmləri dəyişir. Məsələn, bunu götürək və buradakı məlumatlar avtomatik olaraq dəyişir. Gəlin bu dəyişmənin uyğunluğunu yoxlayaq. 13923, daha doğrusu 13923. Baxaq, haradadır? Məlumatımız doğrudurmu deyil? Bəli, burada tapırıq ki, Günel Mehdiyavadır. Maaşı da 2898 manat təşkil edir. Ümumi olaraq bu formatda yaza bilərik. Yəni, bura filtr atacağıq, dinamik hesabatdan ID-yə. Filtr atdıqdan sonra maaşı, ondan sonra adını, soyadını bu şəkildə yaza bilərik. Ümumi olaraq yenidən düstura bir baxış atsaq, ümumi olaraq biz araşdırmaq istəsək, deyək ki, düsturu silək, ya da belə qalsın. Axtarılan qiymət burada yazılır. Axtarılan qiymət VLOOKUP value-dir. Yəni, axtarılan dəyər deməkdir. Hansı dəyərə əsasən axtarış ediriksə, həmin dəyəri bu argumentə daxil edirik. Table array bayaqda başa saldığım kimi məlumatların yerləşdiyi cədvəldir. Bu argumentə cədvəl sahəsini daxil edərkən diqqət etmək lazımdır ki, seçilən sahədəki ilk sütun, VLOOKUP value və digər argumentinə daxil etdiyiniz dəyərin yerləşdiyi sütun olsun. Daha sonraki isə call index number-dır. Sonuna gətirməsini istədiyiniz məlumatın yerləşdiyi sütunun nömrəsidir. Daha sonra isə true və false var. Range lookup-dan yəni gedir söhbət. True və false. True nədir? Təxmini axtarışdır. Axtarış dəyərinə bərabər və axtarış dəyərindən kiçik olan ən böyük dəyəri burada götürür. Biz çox vaxt false işləyəcəyik, çünki false bizə dəqiq axtarış verir. Yəni, dəyərin özünü axtarır. Dəyərin özünü axtara bilmədikdə isə enan xətasını bizə qaytarmış olur. Ümumi olaraq VLOOKUP-la bağlı bircə dəqiqə.
Ümumi olaraq VLOOKUP-la bağlı bir neçə şey qeyd etmək istəyirəm. VLOOKUP düsturu yalnız soldan sağa doğru axtarış edir. Burada gördüyümüz kimi ID-lər sol tərəfdə yazılıb, ona aid məlumatlar isə ondan sağ tərəfdə yazılmış olur. Yəni soyadlar, adlar, maaşlar sağ tərəfdə yazılır. Bu düstur həm də yuxarıdan aşağıya doğru axtarış edir. Məsələn, necə deyirik? Soldan sağa doğru dedikdə ID-ni götürüb sağ tərəfə atsaq, artıq burada xəta baş vermiş olacaq. Düsturun ikinci bir mənası isə düsturun, yəni yuxarıdan aşağı doğru axtarış etməsidir. Yuxarıdan aşağı axtarış etmək o deməkdir ki, yəni ümumi olaraq burada bayaq gördüyümüz kimi filtr atdıqda buradakı məlumatlar buradakilərlə uyğun olaraq yuxarıdan aşağı verilmiş formatda yazılır. Məsələn, görürük ki 14, 44, 14, 54, 6. Bu ID-yə uyğun Nicat Rızayevdir və ona uyğun da maaşı göstərilir. Bu şəkildə yaza bilərik. Daha sonra isə VLOOKUP bağlı olan sütun funksiyaya ötürülmüş olduğumuz datasetdə birinci sütun olmalıdır. Bunu da bayaq yazdığımızdan məlum edə bilərik ki, VLOOKUP bağlı, yəni axtarılan qiymət bu sütun funksiyaya ötürdüyümüz datasetdə birinci sütun olmalıdır. Yəni bu ID-də birincidə yerləşməlidir. Bunu da bayaq dediyimiz kimi. Ümumi olaraq mövzumuz barədə bu qədər danışdıq. VLOOKUP düsturunun ümumi mənasını anladıq. Adından da bayaq məlum olduğu kimi vertikal lookup deməkdir və şaquli axtarış mənasını verir. Ümumi olaraq da axtarış və istinad funksiyalarının tərkibinə daxil olan funksiyalardan biridir.